Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve şefi'i zunubina ve tabibi kulubina eşrefil enbiyai ve khatemel murselin ve hayr halqihi ecma'in Ebu'l Kasimi Muhammed ve alihi tayyibine tahirinel ma'suminel mükerremin siyyema bakiyetillah fil eradin. اللعن الدائم على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي ثم السلام عليكم جميعا ورحمة الله وبركاته. Allah qəbul eləsin hər birinizdən. Bu gecə bizim bu il son qədr gecəmizdir. Allah bu gecə öz salih bəndələri üçün nə mükafat ayıracaqsa, sizi də o mükafatlardan məhrum eləməsin. Allah axirətdə bizi Həzrət Əli Peyğəmbər və Əhl-i Beytinin qarşısında bizi qara etməsin. Bu əziz gecədə şəhidlərimizi yad edək, mərhum ustadın ruhunu yad edək. Allah şəhidlərimizin ruhunu və şəhidlər ustadı olan mərhum ustadın, dəyərli ustadımızın ruhunu şad eləsin. Şəhid valideyn də bizdən iştirak edir. Allah özünə can sağlıq, balasının ruhunu şad etsin. Təşəkkür edirik, əllərindən öpürük ki, dəyər verib bizim məclisdə iştirak edir. Allah xalqımızı, müsəlmanları, həmişə müsəlmanları sevməyənlərin fikrindən uzaqda saxlasın və bütün dünya müsəlmanlarını hər növ sıxıntılardan, çətinliklərdən xilas eləsin inşallah. Biz dünən danışırdıq, sıra gün gecə, daha doğrusu danışırdıq ki, günah sevilməsin. İnsan günah etsə də, səhv etsə də, xəta etsə də, amma etdiyi səhvi sevməsin, arzulamasın. Çünki insan bir şeyi sevəndə bütün varlığı ilə ona yaxın gedir və nəticədə o işin xüsusiyyətlərini özündə formalaşdırır. Bu pis haldır. Ona görə Allah buyurur, bizə deyir ki, günahı sevməyin. Ümumiyyətlə bizə deyir ki, məndən çox heç nəyi və heç kimi sevməyin. Xanım Zeynəb balaca idi, yaşı az idi. Atası Əmir-əl-Müminindən soruşdu ki, ata, məni sevirsən? Dedi, bəli qızım, çox sevirəm səni. Dedi, Allahı da sevirsən? Dedi, bəli, sevirəm. Dedi, axı Allah Quranda vurur, mən sizə bir qərb vermişəm, ikisini necə sevirsən? Dedi, qızım, səni Allahın sevgisinin içində sevirəm. Seçimə qalsa, yəni Allah qalacaq, sən olmayacaqsan, əgər seçimə qalsa. Allah sevgisi o qədər gözəl olur ki, o sevginin içində hər kəsi sevməyə bacarırsan. Çünki məhdudiyyətsiz sevgidir. İnsanı inkişaf elətdirir. Dayanmaq yoxdur burada. həmişə ucalırsan.
Bizim ilkin problemimiz bundan ibarətdir ki, biz hələ əmin olmamışıq Allah bizi sevir ya sevmir. Biz elə belə baxırıq məsələyə. Biz düşünürük ki, Allah üçün nəsə etsək başlayar bizi sevməyə. Səhvdir bu. O sevir. O sevməsə ümumiyyətlə kimsə Allah üçün nəsə edə bilməyəcək. Onun sevgisinin gücündədir ki, biz Allah üçün hər nə ediriksə edə bilirik. Əks halda olmayacaq. O sevgi güc verir bütün varlıq aləminə. Onun sevgisindəndir günəş saça bilir, onun sevgisindəndir ay parlaya bilir, onun sevgisindəndir külək əsə bilir, yağış yağa bilir. Onun sevgisinin nəticəsində də buluddan yağış tökülür. Hər şey onun sevgisinin içindədir. Əgər onun sevgisi olmasa, heç bir şeyin varlığı belə var olmayacaq. Varlıq onun sevgisindən yaranır. Bizi səhv öyrədiblər ki, daha doğrusu bizə düzgün təlqin eləməyiblər Allahı. Bizə həmişə qorxulu bir varlıq kimi, qəzəbli bir varlıq kimi təqdim ediblər. Bu da ciddi problem. O səbəbdən də Qədr gecəsindən də çıxanda bəzilərimiz düşünür ki, görürsən məni də bağışladı. Çünki içimizdə bir Allah haqqında ruh formalaşıb ki, o əzab verəndir. Onun əzabı şiddətlidir. O cəhənnəmi yaradıb və cəhənnəmə atsa bəndələrini ondan zövq alacaq. Bu bizdə dərin izlər buraxıb, dərin və mənfi izlər buraxıb. Ona görə bəzən günahdan da tövbə etmirik ki, tövbə edərik, sonra tövbəmizi sındırarıq, cəzalandırar bizi. Görün, nə boyda uçurum yaratmışıq insanlar üçün. Elə bu səbəbdən Allah buyurur, hədis-i qüdsüdür. Buyurur, kim mənim qapıma gəlməkdən bəndələrimi ümidsiz eləsə, özünün əməlləri tam olsa da axirətdə rəhmətindən onu ümidsiz edəcəm. Niyə bəndələrimi ümidsiz elədim? İşləri çətinləşdirir Allah sevgisi olmayanda. Başlayırsan xüsusiyyətlərlə mübarizə eləməyə. Bir an lazımdır adama. Bir ömürlük yolu, bir ömürlük xoşbəxtliyi bir gecədə kim verə bilər adama? Allah deyir, mən verirəm. Gözün nə gözəldir? Bir ömürlük xoşbəxtliyi bir gecədə verirəm sizə. Niyə keçən Qədr, keçən illərin Ramazan aylarında, Qədr gecələrində bir ömürlük xoşbəxtliyi Allahdan ala bilməmişik? Çünki inanmamışıq ona. İnanmamışıq ki, o bir gecədə bizə bir ömürlük xoşbəxtliyi verə bilər. Bax, problem buradadır. Çətinlik buradadır. Görəsən, xoşbəxt eləyə bilər. Bu düşüncə əbədi xoşbəxtliyi əlimizdən alıb. Məhz bu düşüncə. Leylətul qadri xayrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan daha xeyirlidir. 1000 ay, yəni bir ömür. 80 il, 83 il. 82, 83 il. Yəni bir ömür nə qədər olar? Təqribən 70-80 il bir ömür. 1000 aydan daha xeyirlidir. Çox maraqlıdır. Sevgisi olmasa 50 illik ömrü necə dəyişir? 50 illik günahla qarışmış ömrü necə dəyişə bilər? Niyə dəyişsin ki? Zəhmət çək 50 ilin boşluqlarını nə qədər ibadət etmək lazımdır? Nə qədər oruç tutmaq lazımdır? Nə qədər zəhmət çəkmək lazımdır?
Əgər dəyişmək bunun öhdəsinə qalsa, bu əməllərə qalsa. Dəyişmək ürəyin vasitəsilə baş tutur, qəlbin vasitəsilə baş tutur. Və o qəlbi dəyişsə bitir. Neçə illər Züheyr ibn Qeyn Əli və onun evladlarından, Həzrət Əli və onun evladlarından uzaq qaldı. Neçə illər. Soymuşdu arası onlarla. 3-cü xəlifənin dövründən. Amma gəldi. Bir anın içində mərifətlə doldura bilirlər ürəyimizi. Bir anın içində. Amma bir dənə əsas tərəfi var. Bütün hər şeyə ürəkdən yox deməyə bacarasan və ona inanasan. İki tərəfi şərtdir. Bir yox deyəsən, bir varlığına son dərəcə inanasan. La ilahə illallah. La ilahəni deyərək bütün boşluqları, bütün saxta bağlantıları atırsan çölə, illallah onun Allahlığını, qüdrətini, rəhmaniyyətini, rəhimliliyini təsdiqləyirsən, ürəkdən Allahın sevgisini ruhuva dadızdırırsan, ondan sonra hər şey dəyişir. Hər şey bu dəyişir. Kim desə sizə ki, müəyyən əməlləri eləməsən, bax, filan qədər namaz qılmasan, filan qədər zikir deməsən, oruç tutmasan, çatmayacaqsan, yalan deyir sizə. Ya bilmir, ya bilərəkdən yolunuzu çətinləşdirir. Səhv deyir sizə. Namaz necə qılınmalıydısa, Həzrət Əli o namazları qıldı. Namaz necə qılınmalıydısa, Peyğəmbər o namazı qıldı. Və Peyğəmbər haqqında bizim şübhəmiz yoxdur ki, elə deyil. Amma həmin Peyğəmbər Allaha buyurur ki, bilir xoşbəxtlik necə baş verə bilər və xoşbəxtlik əldən necə gedə bilər. İlahi, bir göz qırpım miqdarında belə məni öz öhdəmə buraxma. Öz öhdəvə qaldığın andan bədbəxtsən. Öz öhdəvə qaldığın andan bədbəxt olursan. Dəyişmir həyat. Çətinləşir hər şey. Mən namazla Allaha çatacağım, mən orucla Allaha çatacağım. Yox, sən Allahı sevirsən, sevdiyin ünvana tərəfi yol gedirsən, bu yolda azuqə lazımdır deyə namaz da qılırsan. Bu yolda azuqə lazımdır deyə oruc da tutursan. Oruc və namaz bu yolun azuqəsidir, bu yolun özü deyil. Züheyr ibn Qeyn küsmüşdü Əhl-i Beytdən. Müqəddimə qururam ki, biraz da aramlıq olsun, gələnlər də var, Allah hamısından qəbul eləsin. Küsmüşdü. Yaxşı, tövbə elə, İmam Hüseyin bağışlasın səni, bu deyil. Hələ gözlə, tövbə etmək üçün, hara qaydacaqsansa onu tapıb, ona inanıb, sonra ona tərəf qayda bilərsən. Tapmaq lazımdır qayıtmaq üçün. Bizim ciddi problemimiz həm də bundan ibarətdir ki, biz namaz kağızını insanlara verdik, Allaha verə bilmədik. Allaha versəydik, kağızı özləri gedib tapacaqdılar. Biz Allaha kağız üzərindən vermək istədik insanlara, səhv verdik. Allahın özünü vermək lazım idi. Allah Quranda deyil, bəlkə də heç kim deməyəcək bu sözü, qorxacaq. Allah Quranda deyil, Allah sənin qəlbindədir. Quranda olan Allahın xüsusiyyətləridir, onlarla qəlbindəki olan Allaha bağlana bilirsən. Allah qəlbinin dərinliyindədir. Züheyr ibn Qeyni çağırdı,
Züheyr ibn Qeyn getmək istəmədi. Xanımı dedi ona ki, bundan sonra gözləməyin bir mənası yoxdur. Bir kəlmə söz dedi ona, Fatimə balası çağırır səni. Durdu, getdi. Hələ mən bir neçə arifə, bu məsələni araşdıran, bu tarixi araşdıran insanları dinləmişəm. Heç kim, heç nə söz deyə bilmir. Dəyişməyin yoluna baxın, asanlığına baxın. Deyirlər, Züheyr ibn Qeyn gəldi İmam Hüseyin əleyhissalamın xeyməsinə. Bəzilər deyirlər, xeyməyə daxil oldu. Bəzilər deyirlər, İmam Hüseyin özü çıxdı xeymənin qapısına. Deyir, İmam Hüseyin baxdı ona. Heç kim bu günə qədər deyə bilməyib ki, İmam Hüseyin Züheyr ibn Qeynə nə dedi? 40 dəqiqə danışırıq, 50 dəqiqə danışırıq, yenə də elə insanlar özümüzü oxşayır da sonra. Özümüzü oxşayır. Sən nə danışırsansa danış, nə qədər danışırsansa danış, cəmiyyət özünü oxşayacaq. Borcluyuq deməyə ona görə deyirəm, borcluyuq. Həm sevirik, həm borcluyuq. Birisi niyə görə Hacı Şahin Azərbaycan gəncliyinin xilaskarına çevrilə bildi, gəncliyi xilas elədi? Çünki insanları özünə oxşatdı. Özü dediklərindən öncə yaşadı, sonra danışdı. Əslində özündən danışdı. Ki, bu olur. Gəldi İmam Hüseynin qəlbində olan Allah məhəbbəti valih elədi Züheyr ibn Qeyni özünə, onunla da bitdi. Gəldi xanımının yanına, dedi, bundan sonra məni halal elə, mən sənin təlağı verirəm, İmam Hüseyinlə Kərbəlaya gedirəm. Göndərə bilmirdi onu ora. Bilirsiniz, insanlar Kərbəlaya gedirlər, bir dəfə gedirlər, doymurlar, 2 dəfə gedirlər, doymurlar. Cəmaat da başa düşmür, axı nə var, 5 dəfə gedmirsən, 15 dəfə gedmirsən, bilirsiniz, niyə doymurlar? İnsanlar Allahın aşiqidirlər, Allahın məhəbbətinin şirinliyini İmam Hüseyndə tapıblar. İnsanlar Allahı axtarırlar əslində. İmam Hüseyin Allaha gedən ən mərhəmətli qapıdır deyə insanlar oradan əl çəkmirlər. Dedi ona ki, təlağı verirəm və mən qoşuluram İmam Hüseynin karvanına. Dedi, onda məni də apar. Dedi, yox, ora qadınların yeri deyil. Sözə baxın. Ora xanımların yeri deyil. Xanımlar biraz sakit olsunlar, yoxsa deyəcəm, ələyə xanımların yeri deyil. Biraz sakit olun, dinləyək, hamımız son gecəmizdir. Uşaqlar səs-küy salsa da nə eləyək? İşimiz yoxdur. Amma da indi böyüklər səs-küy salsa yenə nə eləyək, kimə deyilərdi bizi? Bir nəfər, Allah rəhmət eləsin, bir haz yoldaşım var idi, yaşlı kişiydi, xanımı ilə getmişdi hacca. O qadın da qoyduğun yerdə qalmaq istəmir axı, harada qoyublar orada dayan da. Getmişdi bir yerdə hacca, təvafdır. Təvafdır, bu təvafda mən yaşlıdırlar, ağsaqqal olan arxasıca gəlirəm, belə bilgəyik ki, ayrılmayaq, itməyək, əməlləri də bir-birimizdən öyrənək. Bunun xanımı da yaşlı bir arvaddır, evdən heç vaxt çölə çıxmayıb da bu. Heç yer tanımır. Və ikisi bağırı çatlayar. Bunlar da mənim qarşımda gedirlər. Mən təvafda da çox da hərəkət eləmək olmaz, sağa sola çox dolanmaq olmaz, görə istiqamətlə gedəsən. Mən gördüm ki, bu hacı, Allah rəhmət eləsin, onu gördüm fırlanır da bu, sağa baxır, axtarır, sola baxır, axtarır. Bir dəfə dedim ki, hazır qiblədən dönürsən, istiqamətdən dönmə. İndi mən özüm də təvafdayam axı. İkinci dəfə dedim, gördüm, yox da bu fırlanır yerində. Sən demə, bu xanım itib. Üçüncü dəfə deyəndə baxdım, mən dedi, qiblə itib, nə qiblədən? Qiblə yoxdur. O cürdə çıxdı təvafdan. Qoymadı kişini ki, təvafını yaxşı eləsin. Dedi xanımına ki, mən gedirəm, qoşuluram İmam Hüseynə. Sən mənlə gedənməzsən.
baxın, nə mərifət əldə edib Züheyr. Bir baxışla. Dedi, axı, eşitmişəm İmam Hüseyin Zeynəbi də ora aparır. Cavaba baxın, bir baxışla bu mərifətlə doldurdu Züheyrin ürəyini İmam Hüseyin. Bir baxışla. Dedi, axı, eşitmişəm Zeynəbi də aparır. Sözə bax, Züheyr dedi xanımına ki, nə sən Zeynəbsən, nə Hüseyndə olan səbr məndə var. Hüseyin Allah sevgisinə görə Zeynəbi qurban verər əsir olaraq. Mən özüm arxain deyiləm. Bir baxışla mərifətlə doldurdu onu. Sevgidir, məhəbbətdir hər şey. Hər şey Allahın sevgisinin əsəridir. Hərdən təbiətə baxmaq lazımdır, seyr eləmək lazımdır. Ancaq kitab, dəftərdə Allah axtaranlar axırda ola bilsin, dünyadan köçəndə Quran cirib atsınlar. Allahın yaratdıqlarını seyr eləmək lazımdır. Nə gözəl yaradıb, nə incəliklə işləyib bunların üzərində. Bir görəsən, bir həşəratın vücudunda neçə cür rəng yaradıb. Rəssam onu işləmək üçün, o rəsmi yaratmaq üçün aylarla, günlərlə gedir dərsə, öyrənir, ağlını sərf edir, zəhmət çəkir, xüsusi zövqə sahib olmalıdır. Bir dəfə deyib, kun fəyəkun, oldu. Bir dəfə ilə həll edib məsələni. Məhəbbətini tapmaq lazımdır. Bir dənə ananın evladı olan sevgisinə baxın, axın, necə verdi bunu ona? Bir dənə uşağın anaya olan sevgisinə baxın, hansı məktəbə getdi uşaq ananı sevmək üçün? Hansı məktəbi gördü? Yaratdıqlarını seyr etmədən, valih olmadan özünə valih olmaq olmur. Bəzi insanlar var, gedirlər Kərbəlaya, ya Nəcəfə, ziyarətgaha gedirlər, ziyarətgaha çatır, başlayır say düzəltməyə. 10 rükət qılmışam, 2 rükət də qılım, 12 eləyir onu, 14 eləyim, 16 eləyim. Biraz bax da Allahın rəhmətinin təcəllasıdır İmam Hüseyin. Bax, ora valih ol da, nə vaxtacan ancaq oturub durmağı öyrəşəcəksən. Qıl, namaz da qıl. Valih ol, o məhəbbətin qarşılığında, o gözəlliyin qarşılığında cavab verə bilməyəndə, bəli, düş səcdə edin ilahi. Subhanə Rabbiyəl ə'la və bihəmd. Valih ol, valih olandan sonra düş səcdəyə. Səni səcdəyə onun sevgisinin qarşısında olan acizliyin aparsın. Quru ibadət yox. Quru ibadət heç kimə fayda verməz. Quru zahirlik heç kimə fayda verməyib. Ey zahiri bir zövq, o məscid ki sənin var olsaydı mənim, mən onu meyxanə edərdim. Ancaq namaz qılmısan o məsciddə bir dəfə İmam Hüseyni yad eləməmsən ki, şirkdir. Ancaq namaz qılmısan. Quru adamsan, nə quru adamsan. Allahın mərhəməti dammayıb sənin ürəyibə. O qədər bağlanmışsan namazı, oruca, elə bilmirsən ki, gedəcəksən qabağa bundan. Yox, gedə bilməzsən bundan. Mümkün deyil. Mümkün deyil. Peyğəmbərlərin həyatına baxın, biz elə bilirik ki, Peyğəmbərlər səhərdən axşama qədər ancaq namaz qılıblar. Səhərdən axşama qədər o namaz qılsaydı, din bizə gəlib çatmayacaqdı. Səhərdən axşama qədər seviblər insanları. Allahın yaratdıqlarına sevgi ötürüblər, məhəbbət ötürüblər. İşləri ancaq bu olur. Ancaq sevgi, məhəbbət. Qiblə təklifim mənə gəl etməsən şeyxül hərəm, qiblədən dönnəm, Əliyə Mürtəzadən dönmərəm. Allah Seyyid Əzmi rəhmət eləsin. Zövq əhli də bilib, ünvanı yaxşı tanıyıb. Kəbə, Kəbə, Kəbə. Heç Kəbəni anlamamsan. Heç Kəbəni başa düşməmsən. Bir uşaq 7-lik yaşına çatmışdı. Atası ilə dedi ki, mən atası Kəbəyə hazırlaşırdı, hacca hazırlaşırdı getməyə. Bu da ona dedi ki, mən də istəyirəm gedim. Mən də Allahı görmək istəyirəm. Qəribə bir halı vardı uşağın. Getdilər.
Atası apardı onu da. Kəbəni görən kimi uşağın məhəbbətdən, şövqdən ürəyi partladı. Bu haray həşir saldı, səsküy saldı, çox kör, peşman qayıtdı, gəldi bir müdrik adamdan soruşdu, Arifdən soruşdu ki, bu necə oldu axı uşağım? Dedi ki, Allahı görmək istəyirdim, apardım, mən də getdim Kəbə evini ziyarət edeyim, gəlim. Uşağım orada dünyasını dəyişdi, evladım, oğlum dünyasını dəyişdi. Arif baxdı, gülümsədi, dedi, niyə gülümsəyirsən? Dedi, o Allahı görmək istəyirdi, gördü, çatdı. Sən Kəbəni görmək istəyirdin, gördün, qayıtdın. Biriniz Kəbə görməyə getmişdiniz, biriniz Allah görməyə getmişdiniz. Çatdı eşqindən, məhəbbətindən ürəyi partladı, dözə bilmədi. Sən Kəbəyi gil aşiqisən, Kəbəyi dil yox. Sən daşdan tikilmiş Kəbəyə vurulmusan, sən ürək Kəbəsinin aşiqi deyilsən. Yol məhəbbət üzərində qurulmalıdır, yolun özlü sevgili. Ənə kənzun məxfiyyun, Allah vurur, mən gizlim bir xəzinə idim. İstədim tanınam, tanısınlar məni, mənim varlığımdan faydalansınlar. Yaratdım ki tanınam. Yaratdıqlarını özünü tanımaq üçün yaradıb. Alim odur ki Allaha çatsın. Mirzə İsmail Doğulu abi ya səhv elədim, Xəyyat, Şeyx Rəcəbəli Xəyyat deyil, bir nəfər gəlmişdi yanıma, o ruhanilərin libaslarını tikirdi. Xəyyat yəni dərzi. Gəlmişdi yanıma əba-qəbasını tikim onun üçün. Gördüm ki biraz qüruru var, özündən razıdır. Əmmamı başında, əba-qəba əynində. Dedim ona ki, nə ilə məşğulsan? Dedi ki, dərs deyirəm. Körlüyüb işlər elə burada. Dedi ki, dərs deyirəm. Dedim ona ki, nədən? Hansı fənlə? Dedi ki, iştihad dərs edirəm, yəni yuxarı mərtəbənin dərsini deyirəm. Dedim ona ki, tələbələrimi Allaha göstərə bilmirsən? Gördüm, diyandı. Diyandı, başını saldı aşağı, getdi fikrə, baxdı mənə. Dedi, sən demə, bu vaxta qədər heç nə eləyə bilməmişəm. Yazırlar, sonra o, Şeyx Rəcəbəli Xəyyatın yanına irfandan dərsə gəlirdi. Bu dərzidir. Bu, elm oxuyub. Allahı göstərə bilmək üçün ürəyində Allahla döyünməlisən ki, əslində söz verməli deyilsən insanlara. Ürəyində olan Allah sevgisini bölüşməlisən insanlarla. Məsələn, həlli buradan keçir. Söz zehni qarışmış, bu dünya ki səsküylü yerdir. Söz onun üçündür ki, səsküydən yığasan zehni bir yerə, aramlaşsın, sonra Allah sevgisi verəsən onlara. Söz zehinləri qarışıqlıqdan, düşüncələri, o çətin, sıxıntılı söz-söhbətdən, səsküydən uzaqlaşdırmaq üçündür. Oyatmaq üçün, moizənin mənası budur. Oyanış. Amma sonra özün verəcəksən özvü olaraq, əgər bacarsan. Bacarmasan ki, qiyamət günü vəziyyət çətin olacaq. وَالَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِنْهُمْ يَتْلُوا عَلَيْهِمْ آيَاتِهِ Allah o Allahdır ki, Peyğəmbəri avam insanların arasından seçdi. Peyğəmbər gəldi, onların düşüncə istiqamətlərini dəyişdirsin. يَتْلُوا عَلَيْهِمْ آيَاتِهِ Allahın ayələrini oxusun onlara, sonra وَيُزَكِّهِمْ sonra paklasın onları. Bilmək adamı paklamaz. Nəyəsə bağlanmaq. Ümumiyyətlə, bir günahı bilmək adamı günahkar eləyər? Xeyr. Bir günahı bilmək adamı günahkar eləməz ki, filan iş günahdır. Günahkar elədi bu iş səni? Xeyr. Necə ki, bir günahı bilmək adamı günahkar eləməz, bir yaxşı işi bilmək də adamı yaxşı eləməz. Ta onu həzm etməyincə,
ta onunla qidalanmayınca. İbrahim Peyğəmbər gəlir, görür, dayanıblar günəşin qabağında. İstahiş edirlər, pərəstiş edirlər günəşə. Deyirlər ki, bu bizim Allahımızdır. İbrahim Peyğəmbər də dayandı yanlarında, Quran belə buyurur. Dayandı onların yanlarında, o da dedi ki, Hazar Rəbbi. Bu mənim də Rəbbimdir. İstir başa salsın, nə olaraq? Bu mənim də Rəbbimdir. Burada çox gözəl nöqtələr var, amma oraya qarışmıram. Günəş ki, qurub elədi, günəş ki, batdı, İbrahim Peyğəmbər baxdı, dedi, İnni la uhibbul afilin. Mən batanları sevmirəm. Başa saldı onlara ki, bu batdı, bundan sizə necə Allah olacaq? Biraz ki, ayın qabağında dayanmışlar, dayandı, ulduza pərəstişlər dayandı. İbrahim Peyğəmbər bu üsulla başa saldı ki, bu özü batdı. Məni elə biri Allah ola bilər ki, heç vaxt batmasın. La ta'xuzuhu sinatun və la nawm. Gözünə yuxu getməsin. Mən ancaq onu sevə bilərəm. Aradan gedənlərlə mənim işim yoxdur. Aradan gedən mənim ürəyimin ehtiyacını verə bilməz. Mənim qəlbim ki, sonsuzluğa meyillidir, əbədi bir ləzzətə meyillidir, aradan gedən şey onu cavab verə bilməz. Nə günah elədin, İbrahim Peyğəmbərin bu üslubunu götürəsən. Birdən bacarmasan, eləsən, sonra başlayasan. Eləyəndən sonra görəsən ki, bu ləzzəti getdi, deyəsən, yox. Orada deyəsən, yox. Allahın xoşu gəlib elə adamdan. Yox, bu məni vermədi, mənim istədiyimi vermədi. Nə içindəki ehtiyacı kənara atmağa imkanım var, İçindəki bir şeyə, bir varlığa pərəstiş etmək hissi var, birini sevmək xüsusiyyəti var. Bu ehtiyacı nə kökündən silmək mümkündür, nə bu ehtiyacı müvəqqəti şeylərlə doydurmaq, ehtiyacsız eləmək mümkündür. Mümkün deyil. Bir varlığı var, gəlirsən onun məhəbbətində qərq olursan, rahat olursan. Deyirlər, yağış damcısı buluddan çıxır, elə həyəcanla gəlir və sürətlə gəlir yerə. Əks halda qürur qalacaq. Allahın məhəbbətinin, sevgisinin içində itmək lazımdır. Bir qürurla gəlir ki, hara düşsəm, dağıdacam mən. Buluddan çıxır sürətlə. Elə gəlir, düşür dəryaya, dərya çəkir onu öz içindən, itir orada. Deyirlər, insan qürurlu olarsa, aparsın özünü Allahın əzəmətinin qarşısında, orada yoxa çıxacaq. İnsanın yoxa çıxma yeri onun qarşısındadır. Amma orada başqa cür var olur. Damcı idi, bir damla idi, gəldi dəryaya qoşuldu, dərya oldu. Həzrət Əli əleyhissalam bir damla idi, qoşuldu Allahın mərhəmətinə, məhəbbətinə, oldu dərya. Zamanlar unutdura bilmir onu. Düşdüyün eşq, Əli eşqi deyilsə, nə vüsal, boşuna min yol açıb bağlama hicran qapısı. Allah arı bu zonalıya şifa versin. Gəlir Allahın məhəbbətində qərq olur, itir. Mən ölsəm nə olar? Güya sən qalanda ailənin ruhusunu Allah verir. Sən həll edirdin, Allah həll edirdi. Qorxu var bizdə, bir dənə həyəcan var. Nə olar? Nə olar? Mən olmasam nə olar? Sən yox idin, nə olmuşdu? Sən yox idin, bu dünya var idi. Sən yox idin, bu gözəlliklər var idi. Sən yox idin, insan ömrü var idi, yaşayırdı, davam edirdi. Sən gəlib korlamısan, nə getsən bəlkə düzələr. Sən korlamısan hər şeyi. Əslində, bəzi çətinliklər var ki, onların qabağında biz dayanmışıq. Biz çəkilsək düzələcək. Alimlərdən biri vardı, tələbələrinin başına əmmamə qoydu. Yəni, səlahiyyət verirəmsə ki, təbliğ edəsin. Yəni, icazə verirəm sizə, yetişmişsə artıq. Onların başına mahma qoyanda göndərdi cəmiyyətin içində, bu söz dedi, Allah cəmaatı sizin şərlərinizdən qorusun. Bəzən həqiqətən elə olur. Görsən, 70 yaşında bir kişidir, ürəyi məhəbbətlə, sevgi ilə doludur. Amma dəstəmazı nöqsanını alır. Oxuyub, gəlib, düşüb cəmaatın canına. Batildir dəstəmazın, neçə illik namazın getdi. Bunu belə demirlər sənə qurban olun. Bir gün çay içirsən ondan, bir gün qucaqlayıb bağrıba basırsan onu, bir gün bir yerdə namaz qırırsan ondan, elə deyil. Bunun ürəyindəki düşdü yazıq həyəzana, mənim 50 illik namazım nə oldu bəs? Bu da sənin xeyrin.
Musa Peyğəmbər gəldi, ona gördü bir çoban Allahla danışır. Dillah yanında olsaydın ayaqqabılarımı yamayardım, saçlarımı darıyardım, üz gözümü yuyardım. Musa Peyğəmbər deyir, saxla, bu nə söz danışırsan? Allahın ayaqqabısı yoxdur, Allahın saçı yoxdur, belə nəyə danışırsan? Avam adam idi, heç nə bilmirdi bu vaxtda. Döndü, çıxdı, getdi. Allah vəhy etdi Musa Peyğəmbərə, niyə qoymadın? Allah danladı Musa Peyğəmbər. Dedi, niyə? Dedi, ay Allah, o səndən belə danışır, sən mənə deyirsən, mənə belə təqdim elə. O bilmirdi elə danışır, amma kaş ürəyini görərdin sən onun. Kaş qəlbini görərdin sən onun. Bəzi şəhidlərimiz var ki, onlar namaz da qılmayıblar, şəhid olublar. Amma bir ürəklə gediblər Allahın qapısına, bu xalqın yolunda ki, Allah bəyənib o ürəyi. İnnəllaha la yanzuru ilə ənvalikum və əqvalikum. Allah siz danışdığınız sözlərə baxmır və etdiyiniz əməllərə də baxmır, mal dövlətinizə də baxmır. Və lakin yanzuru ilə qulubikum. Allah sizin ürəklərinizə baxır. Allahın sevgisini qazanmaq üçün bunlar lazımdır, amma bəzən görürsən təbliğatın düzgün getməməyi, uyğun bir mühitin olmaması, insanı bir pak insanı zahirdə napak kimi göstərir, amma ürəyi pakdır. Şərait yaranır, ürəyini açır Allah üçün. İlahi, bədəninin son tikəsinə qədər xalqıma halal edirəm. Allah ürəyini açır, yolu açır, bu da gedir. Şəhid Hüseyin var idi, Nardaran şəhidlərindəndir. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Bir qazi deyirdi ki, 3 gün idi, susuzuyduq, balaca qablarda su gəlib çatdı bizə, hamımız, ciyərlərimiz yanırdı sudan, içdiyi suyu, namaz vaxtı idi, dəstəma su axtardım. Hüseyin özün namaz qılmırdı, deyir, götürüb gəldi, cibindən suyu çıxartdı, dedim, sən içməmisən suyu, yox, dedi, bildim ki, namaz qılanda sən dəstəma su axtaracaqsan, saxladım, mən içmədim suyu. Allah bura baxır. Bəzi şeylər var ki, qayda qanunlardan çıxıb insanın ürəyi yeni qayda qanun təyin edir. Amma ürək Allahla döynəndə belə olur. Deyil, onsuz da müharibədir. Mən su içməsəm nə olacaq? O namaz qılmasam nəsə olar? Görürsünüz, gəldi oldu nə? Şəhid. O namaz qıldı, yaşayır, bu şəhid oldu. Əbədi yaşayışı seyr edir. Əbədi yaşayışıdadır. Qurban olma Allaha. Misalları deyirəmsə rahat olsun bizim üçün. Bizim içimizdəndir bu insanlar. Bizlərdən biridir. Bir gün o da bir qədir gecəsində idi. Amma demişdi Allah, ilahi, ola bilsin, indi mən səhər bacarmayayım. Ola bilsin, bir gün bacarmayayım. Amma ilahi, sənə söz verirəm. Bu sözü vermək lazımdır Allaha. İlahi, bir gün hamısını atıb qırağa gələcəm sənə. Bir gün bu gücü tapacağım özümdə, gələcəm sənə qapıba. Söz versin ki, ilahi, əmin ol ki, özün şahidsən ki, bəyənmirəm etdiyim işləri. Amma bir gün gələcəm sənə qapıba. Şəhid Elçin, bəzi xüsusiyyətlər var ki, Allah onlara xüsusi baxır. Mən özümdən danışılasa bir şey yoxdur axı danışım, ona görə misal çəkirəm sizin üçün bunları. Deyir, qonşularımda baxıram ki, necə olur da gedir, şəhid olur, adam araşdırmalı deyə bunları. Qonşuluğunda bir ailə vardı, şəhid Elçin günün. Deyir, o ailənin ki, oğlu yoxdur, şəhid Elçin işdən gələn kimidir, birinci o ailəyə baş çəkirdi. Qızları var, o evin oğlu yoxdur. Anası da deyirdi, ki, mən bilmirəm, sən onların oğlusan, ya mənim oğlumsan. Dedi, ana, narahat olma, sənin oğlun var, onda oğlu yoxdur, istəmirəm qızları dükan bazara göndərsin. Ona görə birinci ora baş çəkirəm ki, onun oğlu yoxdur. Peyğəmbər gəlib deyəcək, bu insana nə deyəcəkdi? Həzrət Əli Ələsam gəlib bu insana nə deyəcəkdi? Bu şəhid olmalıdır, elə. Bu şəhid kimi yaşayır, bu fədakarlıq edir. Kimin məhəbbətindən ölürsənsə, mütləq bir gün çatacaqsan ona. Mütləq. Allah tutub əlindən aparacaq. Şəhid Samir İmam Hüseyin Əleyhisselamın məhəbbətindən ölürdü. Ölürdü İmam Hüseyin ağa üçün. Və deyirlər,
O ki hərbidə işləyirdi, xüsusi təyinatlı idi. Gəlirdi evə, o 1-2 saat, 3-4 saat vaxtı olurdu, 2 gün vaxtı olurdu. Bütün qohum, əqrabanı gəzirdi, baş çəkirdi. Kimin arasında soyuqluq varsa araşdırmağa çalışırdı. Özü də İmam Hüseyin üçün ölürdü. Anası deyir ki, namaz qılandan sonra, namazdan sonra gördüm otaqdan geç çıxır, Şəhid Samirin anası danışır. Gəlirdim qapıya görüm, bu niyə bu qədər, namaz bu qədər çəkməz, görüm, ağlaya-ağlaya yalvar Allaha ki, nə olar, məni şəhid elə, qoş İmam Hüseynin şəhidlərinə. Onun dostu danışır ki, Şuşaya qalxırdıq, danışmışam mən bunu. Şuşaya qalxırdıq, artıq çətin vaxtlar idi, istirahət edirdik bir 5-10 dəqiqə, Şəhid Samir getdi yuxuya, hərəmiz bir işlə məşğul idik, getdi yuxuya, yuxudan həyəcanlı şəkildə ayıldı, dedi bizə ki, məni halla eləyim, mən şəhid olacam. Dedim, elədir, mən inşallah qələbə çalaraq falan. Dedi ki, yox, İmam Hüseyni yuxuda gördüm. Dedi, mənə ki, az qalıb gəlirsən, səcdələri uzat, qoşul bizə. Deyir, getdi səcdəyə, ağlaya-ağlaya, elə qalxdıq, bir namərd gülləsi bu hissəsindən dəydi, şəhid oldu. Görürsünüz. Elə bilməyin, biz çatmayacağıq, biz çatacağıq. Biraz cəhd etmək lazımdır. Bütün hər işimizi yığmalıyıq Allahın sevgi ipinin üzərinə. O ipin üzərinə hansı əməl qoyulmasa gedəcək, heç olacaq. Onu saxlamaq olmayacaq. Belə deyim də, heç olub sizin üçün bir nəfər sizi sevindirib, heç olub deyəndə ki, olar. Bir nəfər sizi sevindirib, elə sevindirib sizi ki, ondan sonra nə qədər sevincilər gəlirsə, o sevinci əvəz eləmir. Başa düşməyimiz üçün deyirəm, Allah bəzi insanların bir əməlindən elə şad olur ki, elə razı qalır ki, başqa nə pis iş də görsələr da onlar o yaxşını apara bilmir. İxlas yəni bu. İmam Sadiq əleyhissalam nə buyurur? Deyir, bir nəfərin bir səcdəsi qəbul olsa, bütün namazlarını o səcdə çəkər ardıcı. Yəni, bir iş görəsən ki, ürəkdən, bəzi heç adamın özünün xəbəri olmur, qəlbdən bir iş görəsən ki, Allah bir dəfə razı qalsın səndən. Tam olaraq razı qalsın. Vəssalam, həyatı bu dəyişəcək. Bu həyatı tam dəyişəcək. Namaz qılmaqla olsaydı İmam Hüseyin tənha qalmazdı ki. 30 min namaz qılanın ərində tənha qalmazdı ki, elə dövür. Oruç tutmaqla olsaydı, gec namazı qılmaqla olsaydı. Bunlar hamısı lazımdır, amma sevgidən sonra. Biraz məntiqlə baxaq məsələyə. Bir varlığı, sevgin yoxdursa, onun üçün necə iş görəcəksən? Belə deyə, yox. Ona görə Allah aparır bizi arada İmam Hüseyin əleyhissalamın qapısına, İmam Rıza əleyhissalamın qapısına. Bir şirin şikayət eləyə bilərsiniz Allaha. Şikayət eləyə bilərsiniz. Xanımlar biraz da sakit olsunlar, biz olasın salavat deyərik. Allahümme salli ala Muhammed və ali Muhammed. Allah xanımdan bu şey istəyir. Deyir, evində son dərəcə, o gücü də vermişəm sənə, evində son dərəcə ailəvə, evladlarıva, məhəbbət bəsləbəsindir. Həyat görün nə qədər rahatlaşdırıb onun üçün. Bunu elə bəsindir. Xanımlardan bunu istəyir, misal üçün. Qadından bunu istəyir. Bu da oturub maraqlanır. Görürsən kişi hara getdi, haradan gəldi. Əşə, sən otursan uşaqlarına bax, sən uşaqlarınla məşğul ol. Cənnətə getməksin, Allah, həqiqətən belədir, Allah qadın üçün cənnətin yolunu evinin qapısından salır. Başqa heç nə. Peyğəmbər zamanında gəldi, bir xanım xəbər göndərdi Peyğəmbər üçün. Əri səfərə getmişdi, tapşırmışdı ona ki, evdən çölə çıxmazsan. Atası rəhmətə getdi, gedə bilmədi. Qardaşı rəhmətə getdi, gedə bilmədi. Baxın, xəbər göndərdi Peyğəmbər üçün ki, ya Rəsulallah, mən çox günahkaram, amma ərimin sözünün, həyat yoldaşımın sözündən çıxmadım. Demişdi mənə ki, evdən çıxmazsan, atam rəhmətə getdi, gedə bilmədim, qardaşım rəhmətə getdi, gedə bilmədim. Çünki həyat yoldaşım səfərdən gəlib çatmayıb,
Peyğəmbər baxdı, dedi ki, halal olsun belə xanıma. O xanıma deyin ki, ərinə itaat etdiyinə görə Allah atasını da bağışladı, qardaşını da bağışladı. Bəzi şeylər var, çox rahatdır onu həll eləmək. Sən gedib nə eləyəcəkdin ki, elə deyir, ağlayacaqdın orada, faydası da yoxdur. Amma itaət elədin. Həyat yoldaşı itaət eləməklə Allahın əmrinə itaət elədin. Allah da atamı və qardaşı bağışladı. Görün, nə qədər Allah hara baxır, nəyə baxır, onu tapmaq lazımdır. Yekunlaşdırıram yavaş-yavaş. Bir dənə gözəl hədis oxuyayım sizin üçün. Hədisi qüdüsüdür. İlahi, bizi sevirsən, cavab budur. İzə əhəbbəl abdu liqai, əhbəbtü liqaə. Hər kəs mənim görüşümü sevsə, mən də onu görməyi sevərəm. Gönlü rahatdır. Sevgi təşkil edir əsasını. Bəzi insanlar var, cənnətə gedəcəklər. Bəzi insanlar Allahla görüşə gedirlər. Allah deyir, mən sizi bu gecədə ora çağırıram. Xahiş edirəm sizdən, bu şeye nəzəriyyə kimi baxmayın. Ki bir məlumat idi, verdi bizə, çox sağ olsun. Yox, bu həqiqətdir. Allaha and olsun ki, bu gecə, Allaha and edirəm, bu gecə hər kəs bu görüş dadını dada bilər. Quranın məntiqinə görə bəzi insanlar dünyada Allahla görüşə bilərlər. Ölmək lazım deyil onun üçün. Mərhum Üstad deyərdi ki, şəhidlər şəhiddirlər, ölməklə diplomlarını aldılar. Onlar onsuz da şəhid idilər. Bəzi şeylər var ki, onları həyatda, Allahla münasibətdə, bəzi işlər var ki, onları burada əldə eləmək olar. Biraz həsrət çəkəsən. İlahi, niyə mən səndən görüşə bilmirəm? İlahi, niyə görə mən sənin varlığını dada bilmirəm ürəyimdə? İlahi, niyə görə sənin məhəbbət və qəlbimdə hiss eləmirəm? Şikayət eləyəsən asla. Şirin-şirin şikayət eləyəsən. İlahi, özündən özvə şikayət eləyirəm. Bir arifə deyirlər ki, Allahı görürsən, ibadət eləyirsən. Sakit adam idi, danışmırdı. Dolu idi ürəyi Allah məhəbbəti ilə. Təəccüb yaradır bu insanlarda ki, bu necə həyat yaşayır. Dedilər ona ki, Allahı görürsən, ibadət edirsən, yoxsa necə? Baxdı, dedi ki, görmürsən, sakit qalmışam, səsim çıxmır. İtmişəm məhəbbətində. Ona görə səsim çıxmır. Qidalandırır ürəyimi. Çox əməlləri sıraya düzmək lazımdır. Əlhamdülillah, gecə namazı qılıram, oruç tuturam, zöhr namazı qılıram, əsri qılıram. Biraz zikirləri də çox salmaq lazım deyil, sıralamaq lazım deyil. 25 dəfə Kərbəlada olmuşam, 23 dəfə Məkkədə olmuşam. Hə, bunlar gözəldir, özünüz bilirsiniz, da belə ehtiyac yoxdur. Amma sayma sən. Niyə saxlamısan 25 dəfəni yadda? Sual verirəm sənə, bu 25 dəfəni yadda niyə saxlamısan? İmam Hüseynin məhəbbəti sənə özündə qərq eləmədi ki, 25 qaldı yadında. Niyə sayırsan onu? O məhəbbətin içində, o məhəbbətdən sonra vaxtı da var ya onu saymağa. Nə sayırsan? Sayma. Bunu bir obraz kimi danışırlar. Deyirlər, bir nəfər abid idi, zahid. Təsbiyə götürmüş dəninə zikir sayırdı. İndi o zikirlər ki, sayır, məlum da söhbət ondan getmir. İrfani tərəfinə danışmaq istəyirik. Deyir, zikir deyirdi əlində, təsbih sayırdı. Misal üçün da 100 dəfə la ilahe illallah deyəcəm, 100 dəfə. Bunları sonra yadda saxlayacaq axı. Ki, qiyamət günü Allah'a desin ki, 100 dəfə la ilahe illallah demişdim filan. Bir söz deyim sizə, qiyamət günü dili namaz açmayacaq, oruc açmayacaq. Zikrə, qiyamət günü dili ürək açacaq. Qiyamət günü ürəyindən baxıb tanıyacaqlar səni mələklər. Əl-yevm nəxtimü alə əfvahim. Bugün söz-söhbətə ehtiyac yoxdur.
sənin ürəyin nə haldadırsa, o cürdə gələcəksən. Ürəyində olan Allah danışdıracaq səni. Bu gördü bir nəfər də qız gedir yolla, əlində bir zənbildir, içində də alma var nə qədər. Aparır. Dedi ona ki, bu almaları hara aparırsan? Dedi ki, sevgilim üçün aparıram. Sevgilim üçün aparıram. Dedi ki, nə qədər alma aparırsan üçün? Dedi, onun sevgisi başıma elə vurmuşdu ki, heç bilmədim sayını, elə sayla aparmadım. Adam sevgilisi üçün apardığını da sayar məyər? Saymaz axı. Dedi, bu təsbihi saldı arxasına belə, qırdı dənələrini tökdü yerə. Dedi, o səndən daha çox aşıqdır. Sən elə sayırsan ki, qiyamət gün deyəcəyəm 100 dəfə ilahe illallah demişəm. Saya salmayı, say deyərsən, neymətlərini başlayar saymağa, adamın canı çıxar. Onun neymətlərinin qabağında nə say düzəldər adam? İn ta'uddu ni'mətəllahi və la tuhsuha. Neymətlərimiz saymaq istəsəz, bacarmayacaqsınız. O qədər neymət vermişəm sizə. Bacarmayacaqsınız, sayasınız. Musa Peyğəmbər Allah dedi ki, ya Musa, mənim şükrümü elə, neymətlərimin şükrünü et. Dedi, ilahi, mən necə eləyə bilərəm sənin neymətlərimin şükrünü eləyim? Mən kimsənin neymətlərimin hamısının şükrünü etməyə gücüm yoxdur axı. Dedi, ya Musa, xoşum gəldi səndən, bütün neymətlərimin şükrünü elədin. Neymətlərimin şükrü mənim qabağımda acizliydi. Xoşu gəldi Musa Peyğəmbərdən. Musa Peyğəmbər filan zikri eləyirdi, namazı qılırdı, bunlar öz yerində. Amma bundan danışma. Deyir, Allah gör nəyi gətirib gəlib. Deyir, Musa Peyğəmbərin qarşısından bir dənə balaca çəpiş qaçdı. Musa Peyğəmbər də qaçdı bunun dalıca. O qədər qaçdı. Musa Peyğəmbər qan tər içində gəldi, axır bunu tutdu. Baxdı ona, dedi ki, elə bilərsən, qoydu bur hissəsinə, çiyninə qoydu, başladı sığal çəkməyə, balaca çəpişdir də, başladı sığal çəkməyə. İndi biz olsaydı, o çəpiş bir də ağzından nəsə yeməli idi, sillidən, təpikdən ki, niyə qaçmırsan sürüdən? Musa Peyğəmbər qoydu onu bu hissəsinə, çiyninə, başladı sığal çəkməyə. Dedi, elə bilərsən, sənə özümə görə qaçıram ki, çəpişim əlimdən çıxdı, sürümdən qaçdı. Yox, qorxdum səni canavar yiyər. Ona görə qaçdım. Allah vəhy elədi Musa Peyğəmbərə ki, xoşumuz gəldi. Görsən, sevgi təşkil edir hər şeyin özəyini. Məhəbbət təşkil edir hər şeyin özəyini. Bir qadın var idi, tarix yazır ki, üzr istəyirəm, çox azmışdı yolun. Qapısına bir it gəlmişdi. Dedi ki, Allahın eyvanıdır, istidir hava, öz suyunu verdi itə. Öz suyunu itə verdiyi üçün Allah ürəyin dəyişdirdi, tövbəkar bir qadın oldu. Məsələn, kökünü məhəbbət edir, biz gəlmişik axtar. Niyə ancaq Allah mehrabda axtarılmalıdır? Niyə yalnız Allah məsciddə axtarılmalıdır? Problem buradadır. Allahı yaşayışımızda görmədiyimiz üçün, sevmədiyimiz üçün məsciddə oluruq, abid, çöldə bilmirəm nə oluruq. Çünki bütpərəst deyəsində. Bu həm də bir bütpərəstliyin əlamətidir. Oradadır Allah. Oradan çıxandan sonra nə eləyirsən elə. Problem buradadır. Köklü yanaşmamız səhv olub. Və ona çatmaq həsrəti yandırır adamı. Yəni, qəşəng şeir oxuyayım sizin üçün. O adamlar ki, çata bilmirlər Allaha. Birinci mən özüm. Arada bir şairlərin şeirlərinə baxın. Adamın ürəyini dəyişdirirlər. Çünki o oturub, dərd çəkib. Bu şairin şeiri biz necə yaranır? Əsr şairində, indi o, bu yox da. Kim gəldi yazsın ki, misal üçün, şöhrət tapsın, elə yox. Allahla bir dənə dərd çəkir ürəyində, eşqdən, məhəbbətdən, gör ki, mümkün deyil. Ürəyini tökür vərəqin üstünə. Onun ürəyidir vərəqin üstündə. Elə belə deyil. Ya bu eşkim edəcəkdir dəli divanə məni, ya da ki, çatdıracaq sevgili cananə məni.
Nə qədər süzməliyəm göz yaşımı badələrə, nə qədər məst edəcək qəm dolu peymanə məni. Yazdılar ağ vərəq üstündə qara bəxtimizi, hamını vəslə yazıblar vəli hicranə məni. Hamını vəslə yazıblar fəqət hicranə məni. Gecələr zülfü kimi xeyli uzundur sabahım, niyə yarımla açılmır gətirib zarə məni. Razıyam xəlqara rüsva ola namu şərəfim, tək ol qüssə-i canan edə məstanə məni. Nola saqi mənə rəhm eylə dolandır başıva, özünü şəm kimi san misli də pərvanə məni. Məni qovmaqla gülüm dəhridə namərd eləmə, eşqi cəngində bilirlər hamı mərdanə məni. Seyidə rəhm elə yandırma vüsalın oduna, aç qolun səsləyinə bağ gülüstanə məni. Deyir ilahi, məni bu halda qoyma, mən yekunlaşdırdım artıq. Məni bu halda qoyma. İndi özün şahidsən ki, mən səni sevməyə gəlmişəm. Keçən gecə tövbə elədim. İlahi, bugün deyirəm sənə ki, mən daha günah bağışlatdırmağa gəlməmişəm. Mən bugün sənin sevgini qazanmağa gəlmişəm. Özün deməmişsən ki, kim ümidsiz olsa ən böyük günahı bu olar. İlahi, and olsun izzət və əminəm keçən gecə məni bağışlamışsın. Əminəm məni bağışlamışsın. Amma indi gəlmişəm səni sevməyə. İndi gəlmişəm sənə deyəm ki, məni Həzrət Əli ilə dost eləyəsən. İllərdir imam zamanı itirmişəm, dostluğum pozulub. İlahi, Allahümmə kullu vəliyikəl fərəc oxuyanda əllərimdən xəcalət çəkirəm. Çünki sırf əllərim qalxır, ürəyim qalxmır. Ürəyim onun dərdi ilə alışıb yanmır. İlahi, Hüseynimi tapdılar, xoşbəxt oldular. Mən saysız getmişəm, Kərbəlaya hələ xoşbəxt ola bilməmişəm. Nə olub mənə? Məni bu yandırır ki, niyə dəyişmədi Kərbəla məni? İlahi, bu gecə mən bilmirəm, səndən istəyirəm ki, məni özünə dost eləyəsən, mən onun üçün gəlmişəm. Qıldığım namazlara görə də tövbə eləyirəm bu gecə. Keçən gecə günahlarıma görə tövbə eləmişdim. Bu gecə qıldığım namazlara görə tövbə eləyirəm ki, sənə yaraşmadı heç biri. Tutduğum oruculara görə tövbə eləyirəm ki, sənə layiq olmadı heç biri. Etdiyim ehsanlar ilahi, gördüm, görmürlər, dilimi açdım, danışdım. Tövbə eləyirəm o etdiyim ehsanlara görə. Özünə görə olub. Ya, indi gəlmişəm, sən də istəyirsən mən səni sevim, mən də istəyirəm mən səni sevim. Heç mənim istəyimi nəzərə alma, öz sevgimin qiymətini qiymətləndir, məni öz dostlarımdan elə. Mən yorulmuşam bu həyatdan. İlahi, İmam Hüseynin qapısından gəlirəm, yenə özümə oxşayıram, özüm kimi oluram, bu od vurur mənə, yandırır məni. Üzüm Məhərrəm ayına doğru gedirik. Ərbəyin sədaları artıq başlayır. Ərbəyin zəvvarları artıq başlayırlar. İndidən tədarük görməyə ki, onu yığaq, malımızı yığaq, pulumuzu yığaq, Ərbəyinə gedək. İlahi, mən yenə istəyirəm, keçən ildə getmişdim, amma yenə istəyirəm, amma xəcalət çəkirəm artıq Hüseyndən. İmam Hüseyndən xəcalət çəkirəm. Keçən il hərəmin qabağında söz vermişdim, tuta bilməmişəm əlimdə. Sözün üstündə dayana bilməmişəm. Amma ilahi, özün şahidsən ki, Hüseyndən başqa da heç kimim yoxdur mənim. İlahi, ümidin bircə İmam Hüseynin məhəbbətinədir, Həzrət Əlinin məhəbbətinədir. Son gecədir bu gecə, son gecə. Son gecəmizdir.
Bilmirik sabah nə olacaq, necə olacaq. İnanırsınız, məndən olsaydı bıraxardım bu məclisin bu yerində bütün ixtiyarı sizin ürəklərinizin ixtiyarına. Allaha and olsun, elə istəyirəm İmam Hüseyin haqqında sizin ürəklərinizdə olan sözləri eşidim. Əminəm ki, mənim qarşımda oturanlar məndən qat-qat çox istəyirlər, sevirlər İmam Hüseyini, əminəm buna. İnanırsınız, məclisdən sonra baxıram, bəzi gözlər var, yaş süzülür. Deyirəm, ay Allah, bu ürək kabab olub bunun gözündən belə yaş süzülür. Allah məhəbbətindən danışan mən, yanan bu. Sevən bunlardır. İnanırsınız, baxıram məclisdən sonra mən ondan zövq alıram. O qədər ləzzət edir mənə. Allah şahiddir, Allaha deyirəm, ilahi, bu gözdən tökülən yaşlara xatir məni də bağışla. Bu ürəklərdə olan sənin məhəbbətin ki var, sevgin ki var, Hüseynin sevgisi ki var, mən ona ümidliyəm. İstəyirəm ürəklərimizi biraz haradakı istiqamətdən çıxıb Əhl-i Beytin məhəbbəti ilə əzək qaytaraq o istiqamətinə. Və indi tapdıq ki, biz İmam Hüseyni istəyirik. Tapmışıq bunu. Belə başlayıram. Şərab-ı eşq Hüseyni ilə məst olan aşiq var üzrü badeyi Kevsərdən etiraz eləsən. O adamlar ki, Hüseynin məhəbbətini anlayıblar ha. İrfanı bir qəzaldır, Ələmdar Mahir yazıb. O insanlar ki, İmam Hüseynin məhəbbətini anlayıblar, susuzluğunu anlayıblar. İsti havada, mən əminəm ki, hamınız beləsiz. İsti havada, mübarək Ramazan ayında, iftarda su içəndə, o ki, ciyəri yanır susundan, su içəndə bilirəm ki, Əs-səlamu aləl-Hüseyn və alə Ali ibn-i Hüseyn və alə əvladil-Hüseyn və alə əshab-ı Hüseyn deyirlər və yandırır onları. Ay Allah, Hüseyin su içmədi, Pərvərdigara. Şərab-ı eşq Hüseyin ilə məst olan aşiq var üzrü badeyi Kevsərdən etiraz eləsə, o İmam Hüseyin aşiqləri ki var, Allah onları aparacaq Kevsər hovuzunun yanına ki, bunun suyundan için orada Hüseyin düşəcək ya da. İlahi, Hüseyin su içmədi. Onda Əli əleyhissalam gələcək, öz əlləri ilə su verəcək. Bir ömür Hüseynimin susuzluğunu yad elədi su içəndə. İndi mən gəlmişəm. Sizin o yanan ürəklərinizi su ilə doldurum. Ürəkləriniz sərinləsin. Şərab-ı eşq Hüseyni ilə məst olan aşiq var üzrü badeyi Kevsərdən etiraz eləsin. Hüseyin türbətinə əl basıb təyəmmüm edən rəva deyil su tapıb sonra dəstəmaz eləsin. Qurban olaq sənə, ya Abdillah, canımız qurban olsun sənə. Elə bir xanımın adını çəkəcəm ki, İmam Səccad onun məzlumiyyətinə durub ayağa qışqıra-qışqıra ağlayıb. Üzr kimdir o? Xanım Rübab. Xanım Rübabdır. Bütün yaxınlarını, əzizlərini İmam Hüseyin qurban verib. Hamısını qurban verib. Mən deyirəm, siz özünüz hansı aləmdə olursa olur. Mən danışıram sizin üçün. Bütün yaxınlarını qurban verib İmam Hüseyin. Heç kimi qalmayıb. Məzlumiyyətin sənədini düzətmək lazımdır. Xahiş edirəm, hələ bu halda diqqətlə qulaq asın. Məzlumiyyətin sənədini düzətmək lazımdır. Qarşı tərəfin batil olmasına güclü sənəd lazımdır. O sənəd nə ola bilər? Günahsız körpə. Xanım Rübab İmam Hüseynin məzlumiyyətinin sənədini düzəldir. Çağırdı xanım Zeynəbi. Zeynəb, bilirəm Əli Əsğər Hüseynə kömək eləyə bilməz. Bilirəm 6 aylıqdır. Amma Hüseyin elə bilər ki, Əli Əsğəri özüm üçün saxlamışam. Zeynəb, xahiş edirəm səndən. Mənim üzümü görər, utanar.
Rəva deyiləm Hüseyin, rəva bilmirəm Hüseyin xəcalət çəksin. Sən ver Əli Əsğər Hüseynə. İmam Hüseyin gəlir xeymənin qarşısına. Xanım Zeynəb alır Rübab, xanım Rübabdan Əli Əsğəri ötürür İmam Hüseyin ağaya. İmam Hüseyin əllərinin üstündə, canımız qurban olsun o qollara, əllərinin üstündə addım-addım, həm təhlükə hiss edir, düşmən çox namərddir, həm də istəyir Əli Əsğərlə məhəbbəti var, istəmir cəhənnəmə getsinlər. Düşünür ki, bəlkə Əli Əsğəri görərlər, ürəklərinə rəhm gələr. Bəlkə görsünlər ki, 6 aylı uşaq suzundan ağlayır, ağlamaqdan taqətini itirib. Bəlkə bunu görüb ayılsınlar. Aparır onlara tərəf, amma həm də bilir namərddirlər. Görün, nə edib insanların xoşbəxtliyi üçün? Gəlir qətligaha tərəf. Gəlir qətligaha tərəf, götürür, gəlir uşağı. Hərmələ baxır, Ömər Sədə deyir ki, atasını vurum ya balasını. Mən şəhid atasından çox-çox üzr istəyirəm, əlindən öpərək üzr istəyirəm. Düşünməmişdim şəhid atası iştirak eləyər burada. Mən belə hazırlaşdım. Ayağından öpərək üzr istəyirəm. Ömər Səd dedi hərməliyə ki, balasını vur, atasını öldür. Əli Əsğəri vursan Hüseynin ürəyinə dağ çəkəcəksən. Oxu nişan aldı. Oxu nişan aldı Əli Əsğər ağanın boğazından. İmam Hüseynin taqəti kəsildi. Qan axır boğazından, İmam Hüseyin ağa əllərini tutub o qanın altına. Dodağımızın altında düyün Allah, ilahi bidəmil məzlum. Sənə an verirəm o məzlumun qanına. İlahi, mən Hüseynin olmadığı yerdə olmaq istəmirəm. İlahi, mən Hüseyni istəyirəm. Uşaq kimi ağlayım bu gecə Allahın qabağında. İlahi, Hüseyni istəyirəm. İlahi, Hüseyni istəyirəm. Mənə Hüseyin lazımdır. Mənim xilaskarım Hüseyndir ilahi. Nə olar Hüseyni məndən alma. İlahi, darıqmışam İmam Hüseyin üçün. Bu gecə yeri var, bunu da deyəsən. Deyəsən ki, ilahi, Hüseyni sevən var idi ki, dünyasını dəyişdi, 48 yaşında onu da istəyirəm. Hüseynin sevgisini ötürdü mənə. Mən onun oğlu Hüseyni olan sevgisiyle xoşbəxtliyi tapdım onun yanında. O Hüseyni çox istəyirdi. Peyğəmbər gördü, uşaqlar oynayırlar bir gün küçədə. Onları salam verdi onlara, amma birini çox öpdü o uşaqların. Dedilər, ya Resulallah, niyə bu uşağı çox öpürsən? Deyib, baxıram, görən Hüseyinə bax, tək yanında bu uşaq gedir onun yanında dayanır. Ona görə bunu çox istəyirəm. Meydanda qalıb məzlum. İmam Hüseyin ağa qalıb meydanda tənha. Hamıya dözdü, hər şeyə dözdü, nifrin eləmədi, qarğış eləmədi. Amma Əli Əsğərin qan töküləndə doldurdu ovucuna, atdı göyə, dedi, ilahi, buradayı bəsdir. İlahi, buna da dözmədim. Allah da qandan bir damcı qoymadı tökülsün yerə. Yəni, Hüseyin, mən də bunların hidayət qapısını bağladım. Dahi bəsdir. Üstünə hal yandırır məni. Deyir, İmam Hüseyin ağa elə bir yerdə qalmışdı. Hərmələdən soruşdular ki, heç ürəyin yandı İmam Hüseyinə. Deyir, bir yerdə ürəyim yandı. Deyir, o hansı yer idi? Deyir, xeyməyə getmək istəyirdi, Rübaba görə gedə bilmirdi. Meydanda qalmaq istəyirdi, bizə görə qala bilmirdi. Əl çalırdıq, fit çalırdıq, Allah-u Ekber deyirdik. Hüseyin ürəyinə bir cür belə dağ çəkirdik. Amma xeyməyə də gedəndə buna xanımlar ağlasınlar, can yandırsınlar xanım Rübaba.
6 aylıq boğazı, bəliyi qana bulaşmış uşağı anaya necə versin? Necə verə bilərdi? Bir qalıb meydanda, baxın mənə dövrə vururdu, gedirdi qabağa, gəlirdi, arxaya dövrə vururdu. Gedə bilmirdi xeyməyə, onlar da baxıb gülürdülər. Göydən bir səs gəldi. Hüseyin, çox əsxərə baxıb yanıb bizi yandırma Hüseyin. Quzu qurbanı bu meydanda dolandırma Hüseyin, apar belamızı. Apar bir anasına, gəldi xeymənin qarşısına, elə xoşum gəlir bu səhnədən. Gör məhəbbətə bax, sevgiyə bax. Gəldi xeymənin qarşısına, xanım Zeynəb gördü, Hüseyin başı aşağı gəlib, xəcalətli gəlib. Aldı Əli Əsqəri ondan ki, rübabı o versin. İmam Hüseyin üzbəüz gəlməsin rübabla. Bu gecə xanım rübabın rozasını oxuyacağım. Həzrət Əli bilir mən nə roza oxuyuram. Aldı ondan, verdi rübaba. Xanım Zeynəbdən bir üstünə soruşdu. Dedi, Hüseyin hanı bəs? Alma diye uşağı, dedi Hüseyin hanı? Dedi, xanım Zeynəbə, xanım Hüseyini istəyirəm mən, Əli Əsqəri yox, Hüseyin hanı? Dedi, xeymənin arxasındadır, xəcalətdən girə bilmədi xeyməyə. Xanım Rübab çıxdı xeymədən, gəldi, yandı İmam Hüseyin ağanın yandı, dedi, ya Əbu Abdillah, sən niyə xəcalət çəkirsən? Rübab xəcalət çəksin ki, qurbanı 6 aylıq idi, əvvəlvəz kimi deyildi. Hüseyin, bundan başqa nə qədər Əli Əsqərim olsaydı qurban verərdim sənə. Sən niyə xəcalət çəkirsən? Hüseyin, bu qurbanı məndən qəbul elədimsən. Yazırlar ki, xanım Rübab haqqında yazırlar ki, axı Rüqəyyə də xanım Rübabın qızı idi da, o da onun qızı idi. O qədər dərd çəkirdi, yaxınlaşmırdı Əli Əsqərə ki, birdən xanım Zeynəb də elə bilər ki, Rübab narahatdır. Yazırlar ki, İmam Hüseyin əleyhissalamdan sonra ölənə qədər günün altında oturdu. Dillər xanım, dur kes bir kənara, gündə oturma, kölgədə otur, özvə rəhm elə. Dedi, Hüseyin kölgədə can verdi, mən kölgədə oturum. Oturmaram bundan sonra mən kölgədə. Ölənə qədər günün altında əyləşdi. Ölənə qədər. Göz necə məhəbbət vardı İmam Hüseyin əleyhissalama. İmam Səccad əleyhissalamın yanına gəldilər. Gəldilər, yol üstü gəlirlər ki, xeymə salırlar Şamdan qaydanda. Bir nəfər gəldi yanına, ərəbdə bir adət var. Ərəbdə bir adət var ki, bir nəfər yaxınlarını itirərsə ona kəniz bağışlayarlar. Ki, işlərini görsün. Bu gələndə yanına bir üstünə dedi İmam Səccada. Dedi İmam Səccada ki, ağa, başınız sağ olsun. Kəniz götürüb gələcəkdim, xeymənin qabağından keçəndə gördüm kənizimiz var, götürmədim. Bunu deyən kimi İmam Səccad qışqıra-qışqıra ağladı, durdu yerindən ayağa. Dedi, kəniz deyil, Əli Əsqərin anasıdır o. İmam Hüseynin xanımıdır, Əli Əsqərin dərdi onu o hala salıb. O kəniz deyil. Xanım Zeynəb buyurur ki, Şamın xərabəsində idi, gecə yatmışdı xanımız. Mən oyandım, istədim ki, yoxlayım uşaqları, görüm necədirlər. Gördüm ki, bir sızıltı səsi gəlir. Bir ananın sızıltısına oxşayır. Gəldim, gördüm ki, xanım Rübab oturub, əllərini vurur dizlərinə, ağlayır. Əlim lay lay balam. Dedim, bu xanım niyə yatmamısan? Dedi ki, xanım Zeynəbə dedi ki, yatmışdı mən də. Yuxuda Əli Əsqəri görmüşəm. İstədim aramlıq verim ona, aram olsun. Dedim, necə görmüsən? Da görmüsən, dedi, xanım, yuxuda gördüm ki, suyun yolu açılıb. Əli Əsqərə qucağımda süd verirəm, lay lay deyirəm ona. Dedim, xanım, narahat olmaz, səbirli ol, səbr elə. İstədim təsəlli verim ona.
Dedi ki, xanım, bilsən nəyə ağlayıram? Elə bildim ki, həqiqətdir, yuxudan oyandım, gördüm, su da var, süd də, amma əlyaslar yoxdur. Yandırdı, tökdü məni. Ya əmir əl-müminin, bilirsiniz, bu kimin balası idi? Boğazını oxla vurdular. Bu Əlinin balası idi. Bilirsiniz, niyə boğazından oxla vurdular? Çünki adı Əli idi. Çünki Əli idi, bilirdilər ki, bu Əli əsğər qalsaydı, Əli olacaqdı. Ona görə boğazından oxla vurdular. Bilirsiniz, hansı Əlinin yetimləri idi, balaları idi bunlar? O Əli ki, Küfədə bir yetim qapısı qalmamışdı, kömək eləməz. Küfəlilər yığışdılar, Əlinin balalarını öldürdülər. Həmin Əli idi. Həmin Əli idi ki, dəfn olur. Artıq Əmir əl-Müminin dəfn eləyirlər. Tapşırmışdı ki, tabutumun qarşı tərəfinə dəyməzsiz. Qarşı tərəfi özü hərəkət eləyəcək, mələklər aparacaqlar. Evdən çıxanda gördülər ki, xanım Zeynəb 2 dəfə əlini qoyub ürəyinin başına evdə. Biri üstünə vaxt idi, biri onda idi ki, Həzrət Əli dedi xanım Zeynəbə ki, qızım, dur tabutun üstündən anavı dəfn eləməliyəm, başqa yolum yoxdur. Baxdı ona, qız uşağa necə baxar, onda 5 yaşı var idi. Baxdı ona, dedi, ata, olar biraz da qalsın, nə olar? Biraz da qonağımız olsun Fatimə. İkinci də buradaydı. İmam Həsən götürəndə tabutu, xanım Zeynəb baxdı, dedi ki, İmam Həsənə ki, qardaşım, sənə qurban olum, olar atamızın tabutu biraz da qalsın. Necə ki, o gizlin dəfn olundu, xanım Zəhra gizlin dəfn olundu, Əlini də gizlin dəfn elədilər ki, nəhrəvanlar qəbirdən çıxardıb doğrayarlar. Xəvaric doğrayar vücudunu. Bunlar belə vəhşi idilər. Aparırlar, dəfn elədilər, İmam Həsən əleyhissalam qaydanda gördü bir kişi oturub şikayət edir. Sən çox vəfasız dostsan, mən sənə arxalanmışdım, mənim səndən başqa heç kimim yox idi, sən artıq 3 gündür yoxsan. Niyə yoxsan? Sən axı vəfalı dost kimi mənə özünü tanıtdırmışdın. İmam Həsən ağa gəldi, oturdu o kişinin yanında, gördü gözləri görmür. Dedi, kimdən danışırsan? Dedi, mənim bir dostum var idi, həmişə gəlirdi yanıma, mənim üçün çörək götürürdü, mən ac qalmırdım. Mənim ürəyimi alırdı, mən tək tənhaydım, heç kimim yoxdur mənim. Ürəyimi alırdı, mənə qulluq göstərirdi. Çox vəfasız çıxdı o da, 3 gündür yoxdur. İmam Həsən başladı ağlamağa. Dedi, sənə qurban olum, o Əli idi, vəfasız çıxmadı, dəfnindən gəlirik. Məsciddə vurdular, dərhal fəryad elədi, Əliyə qalxan əlin quruyaydı səni. Məni dostsuz qoydun bu dünyada. Sallallahu aleyke ya emir el-müminin. Sallallahu aleyke ya Ebel Haseni vel Hüseyin. Sallallahu aleyke ya Vesiyye Resulillah. Esselamu aleyke ya Ebu Abdillah. Can. Esselamu ala Hüseyin ve ala Ali ibn Hüseyin ve ala neçə ləhzə eləyib mənzərə baz. Bilmirəm halınız var ya, yox. Qətligahlarda oxuyacam sizə.
Bu gece təvəssül eləyə İmam Hüseynə. Allah bu addan keçməz, axırıncı günümüzdür. Qətli cahil neçə ləhzə eləyib mənzərə bax, şimrə bax, Zeynəbə bax, sinə yara, sərvərə bax. O xatan səni incitdi, daş vuran məni incitdi, bacın Həzrəti Xatəmi ağladı. Gecə təvəssül eləyə İmam Hüseynə. Allah bu addan keçməz, axırıncı günümüzdür. Qətli cahil neçə ləhzə eləyib mənzərə bax, şimrə bax, Zeynəbə bax, sinə yara, sərvərə bax, şimrə bax, Zeynəbə bax, sinə yara, sərvərə bax. Sənə ağlamadan doymaram. Xanım Zeynəbin dilicə. Sinədə ağlamadan doymaram. Bacın aləmi Adəmi ağlatdı. O xatan səni incitdi, daş vuran məni incitdi, bacın Həzrəti Xatəmi ağladı. Hüseyin, qocaldım, xəncəri şimridən aldım, köynəyimi ələ saldım. Ey yaralı qardaş, sürünmə, qəmli halında görünmə, Zeynəbə sarı sürünmə. Ey yaralı qardaş, yaralı baş bədəndən aralı, Zeynəbin oldu əzali. Ey yaralı qardaş, ey yaralı qardaş, əgər halın yoxdursa, əlvi tut qulağıma bu rozəni eşitmə, ya da eşitsən gərək həqqinə da edəsən. Deyirlər xanım Zeynəb Aşura günü bu sözləri deyirdi. Nə deyirdi? Ya İmam Zaman məni bağışla, mən də qaçdım, o da qaçdı. Yəni şimr qaçdı. Ay cavan qardaşlarım, ay qeyrətli qardaşlarım, bir göz yaşı ilə ehsan eləyə İmam Hüseynə. Ya Allah, mən də qaçdım, o da qaçdı. Mən təllə tərəf qaçdım, o qətligaha tərəf qaçdı. Mən də çatdım, o da çatdı. Mən təllə çatdım, o Hüseynə caddı. Mən də oturdum, o da oturdu. Mən təllidə oturdum, o Hüseynin sinəsində oturdu. Ya Fatimətü Zəhra, mən də çəkdim,
da çəkdi. Mən ah çəkdim, o xəncəri çəkdi. Mən də üzdüm, o da üzdü. Ya Allah, mən Hüseyndən əl üzdüm, o Hüseynin başın. Hüseyn, naləvi qoş mənim naləmə. Hüseyn, Allah bu addan keçməz, Allah müştəridir. Hüseyn, indi sən denən Hüseyn. Xanım Zəhra müştəridir ha. Hüseyn, göydən nida gəldi, Həbibim Hüseyn. Peyğəmbər öldü Fatiməni, çox yubatmadım. Eşitmirsən bu rozəni? Peyğəmbər öldü Fatiməni, Hüseyn çox yubatmadım. İsbat elədim, ol gül reyhan mənimkidir. Hüseyn narahat olma, səndən sonra Rüqəyyəni də çox yubadmaram. Ay Rüqəyyə, səndən sonra Rüqəyyəni də çox yubadmaram. İsbat elədim, ol gül reyhan mənimkidir. Viranədə o tiflik nalam mənimkidir. Çox roza oxumayacam. Nədənsə hacımız da yadıma düşdü. Xanım Rüqəyyə adı gələndə ürəyi tir-tirə sərdi. Bu gecə xanım Rüqəyyəyə qonaq olsun. Axı qızın çətin günü olanda ananı çağırar. İki cümlə roza oxuyum, tamamlayacağım, sinə vurarıq. Qızın çətin günü olanda ananı çağırar. Amma Zeynəb Rüqəyyəni qəbrə qoyanda yavaş-yavaş deyirdi: Məzlum Əli, Məzlum Əli. Bilirsin niyə deyirdi? Ata səbr o helmi, ata Heydər, ürəyimdə sən əkibsən. İndi bildim anamı qəbrə